Yasamal rayonunda çox münasib qiymətə 3 otaqlı mənzil ailə olmaq şərti ilə uzun müddətli kirayə verilir. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takip etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda, Bəsli Bağırova küçəsində, Avropa məktəbinin yaxınlığında Yasamal parkına çox yaxın bir ərazidə 5 mərtəbəli köhnə tikili binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 80 kvadrat olan qanuni 3 otaqlı, orta təmirli və əşyalı mənzildir. Ailə olmaq şərti ilə uzun müddətli kirayəyə verilir. Binanın yerləşdiyi ərazi əvvəldə də bildirdiyim kimi məktəbə, Yasamal parkına və bu ərazidə olan bütün yaşayış obyektlərinə yaxın olmaqla bərabər bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Qiyməti sonda deyəcəyəm, izləmədə qalın. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda, Bəsli Bağırova küçəsində, Yasamal parkına, Avropa məktəbinə yaxın bir ərazidə 5 mərtəbəli binanın 5-ci mərtəbəsində. Ümumi sahəsi 80 kvadrat olan qanuni 3 otaqlı, orta təmirli, əşyalı bir mənzildir. Uzun müddətli ailə olmaq şərti ilə kirayə verilir. Bu mənzilin aylıq kirayə haqqı 500 manatdır. Əvvəldə də bildirdiyim kimi Yasamal parkına və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.